Rebirth atacağıq və ya brainotlar çağıracağıq. Gəlin başlayaq. İlk öncə gəl baxaq kimlərinsə nəyisə var, yoxsa yox. Bunu nəyisə alır. Gözlə, həmişə mənə eləyirdilər. Hardadır? Aha, mən alırım bir şey. Bunda deyildi. Aha, bundan bir şey alacağım. Dostlar, ayda alırdım almadım aslında. Alacaktım, almak istəyirdim. Ayda getdi. Adam aldı yedi. Yuxarıda da var ki. Yuxarıda. Hansı daha yaxşıdır? Fusing'dədir o. Burada. Alırdım. Frigo Comero Rebirth üçün lazım idi. Mən indi 4 Rebirth'im var, amma 5-cinə atmaq daha yaxşı olar. Çünki burada 5-ci Rebirth'də belə adamı daşıyan bir əşya var. Onu almaq istəyirəm. Hamı məndən belə eləyə əşyalar alır. Bu da mənim xoşuma gəlmir. Amma yenə də mən almaq istəyirəm onu. Buna vuracağım. Bu məncə onu füzə zada qoyacaq. Ona görə buna vurmaq istəyirəm. Niyə vurmuyor? Mənim beyzim açıqdır ki. Bəxtim gətirib. 172 milyar pulum var. Mən bütün oyunlarda birazcık da olsa gelişmişəm. Amma indi kanal açmışam. Yəqin ki problem olmaz inşallah. Bunun Los Bomboncitos var. Bir şeydi, anını tam bilmem. Çal. Tez kaç arkadan. Tez kaçmak lazımdı. Tez. Onun da 11 saniyesi kaldı. Benim neçə saniyem qalır? Mənimki bağlanmaz. Ne olur adam olmasın. Allah'ım ne olur. Ne olur ve yes. Yay. Bombini gusini. Bunu bir tane alın. Koyun yukarıya. Bak mən Rebirth'e lazım olan şeyi almadım mən. Niye yoktu? Almamışam. Dəqiqə, niye yoktu? Ayda, onu almadım. Eybi yox, heç nə olmaz. Gələn dəfə mitik də olsuz da tapmaq olur onu. Bu alıb deyəsən. Bilindi. O alıb. Bunu da yerləşdirək. Heç olmasa ikinci mərtəbədə olanda daha çətin alarlar yəqin. Elə düşünürəm mən.